Niyə Ramazan ayı başlayan kimi fikir ayrılıqları ortaya çıxır? Biri deyir bugün birinci gündür, biri deyir yox ikinci gündür. Bəzən bu fikir ayrılığını məsələdən başa çıxmayan divan ekspertləri, həvəskar ilahiyyatçılar və ya aşırı məzhəb təəssübkeşləri daha da alovlandırırlar. Bu mübarək ayın mənəvi həqiqəti qalır kənarda, futbol komandalarının azarkeşləri kimi hərə öz yerini tutub, qarşı tərəfi qarğımağa, lənətləməyə başlayır. Orucunun batıl olduğunu deyir. İndi danışacağım mövzu ola bilər ki, bəzi insanlara çətin gəlsin. Diqqətlə dinləyin ki, bu mövzunun həllinin nə qədər çətin olmasını başa düşək. Birincisi, Ramazan ayı miladi təqviminin yox, qəməri, yəni ay təqviminin ayıdır. Tövbə surəsinin 36-cı ayəsində oxuyuruq ki, həqiqətən Allah yanında ayların sayı 12-dir. Bunlardan 4-ü haram aylardır. Qurandan başqa heç nəyi qəbul etmirəm. Quranda var-yox söhbəti edənlər, bu 4 ay hansı aylardır? Desəniz ki, bilmirəm, əhəmiyyəti yoxdur. Əhəmiyyəti olmasa Allah onlara haram aylar deməz. Yəni bu aylarda döyüşmək, qan tökmək olmaz. Əlbəttə istisna halları çıxmaq şərti ilə hansı aylarda olar? Quranda təkcə Ramazan ayının adı keçir. Dedi ki, Ramazan ayı qəməri aylarından biridir. Yəni 9-cu aydır. Qəmər ayı nədir? Qəməri ay iki hilalın görünməsi arasındakı müddət və qəməri təqviminin əsasını təşkil edən bir zaman vahididir. Onun uzunluğu dəyişkəndir və 29-30 gün arasındadır. Qəməri ayı tarixi İslamdan daha qədimdir və Məhəmməd Peyğəmbərinin sallallahu aleyhi və səlləm hicrətindən sonra hicri qəməri təqvimi bu əsasla formalaşıb. Hilalın müşahidəsi, ru'yətul hilal ifadəsi var. Nə deməkdir? Ayın ilk hilalının görülməsi mənasını verir və qəməri ayının başlanmasını sübut edən şər'i yollardan biridir. Vacib və müstəhəb ibadətlər, məsələn, həcc, oruc, Qədr gecəsi və həmçinin bəzi hüquqi, fikri məsələlər, o cümlədən haram aylarda diyənin artırılması ayın ilk hilalının görülməsinə bağlıdır. Bəqərə 185-də oxuyuruq. Fəmən şəhidə minkumuş şəhra fəliyəsumuh. Sizdən kim aya şahid olsa oruç tutmalıdır. Bəsit bir ayədir, hə? Amma burada nə nəzərdə tutulur? Bundan sonra ağır mübahisələr başlayır. İndi keçək məsələyə. Nə üçün Ramazan ayı başlayan kimi fikir ayrılıqları ortaya çıxır? Birincisi, bu təkcə Ramazan ayında olmur. Sadəcə bu ayda daha qabarıq görsənir. Məsələyə keçməmişdən öncə deyim ki, bu mövzuda İmamiyyə, Şafii, Maliki, Hənəfi, Həmbəli adlarını eşidəcəksiniz. Nə deməkdir? İslamda fiqhi, yəni İslam hüquqları ilə əlaqədar fənn üzrə məktəblər var. Əhl-i sünnənin 4 fiqh məktəbi var. Hənəfi, Maliki, Şafii və Həmbəlilər. Bir də şiələrin bir fiqh məktəbləri var. İmamiyyə və ya Cəfərlər adlanırlar. Müəyyən bir fənn üzrə məktəblərə istənilən elmdə rast gəlmək mümkündür. 1. Şahidlərin sayı və şərtləri. Ayədə aya şahid olmaq qeyd edildi axı. Ayın sübuta yetməsi üçün bəzən 2 ədalətli şahidin şahidliyi də şərtdir. Lakin bu şahidlər, sayları, şahidliklərinin forması və sair məsələlər barədə fikir ayrılıqları var. 2. Şəriət hakiminin hökmü ilə hilalın, yəni ayın sübuta yetməsi. Məşhur İmamiyyə fəqihləri şəriət hakiminin, yəni bütün şəri şərtlərə malik olan müştəhidin hilalın sübuta yetməsi ilə bağlı hökmünü keçərli hesab edirlər. Bu şərtlə ki, onun səhvə yol verdiyinə və ya istinad etdiyi dəlilin yanlış olduğuna dair elm və ya yəqinlik olmasın. Əhl-i sünnə fiqh məktəblərinə görə isə şəriət hakiminin hilalın sübuta yetməsi barədə hökmü hər hansı bir yolla əldə olunsa da keçərlidir. Lakin bəzi sünni alimləri bu hökmlərin astronomik araşdırmalara əsaslanmasını istisna ediblər. Bəzən isə şəriət hakiminin hilalın sübuta yetməsi ilə bağlı hökm verməsinə baxmayaraq, bəzi sünni fəqihləri bu hökmü qəbul etməyiblər. 3. Üfüq birliyinin şərt olub olmaması. Bax, buna diqqətlə qulaq asın. Məşhur İmamiyyə fəqihləri hilalın sübuta yetməsi üçün üfüq birliyini şərt hesab edirlər. Yəni bir yerdə hilal ay göründükdə ayın başlanğıcı yalnız həmin bölgə ilə eyni üfüqdə olan yerlərdə və ondan şərqdə yerləşən bölgələrdə sabit olur. Lakin bütün dünya üçün keçərli sayılmır. Bu nəzərə qarşı olanlar isə hilalın bir yerdə görünməsini bütün dünya üçün ayın başlanğıcı hesab edirlər. Məsələn, ay Səudiyyədə görünübsə deyirlər ki, bütün dünyada görünmüş kimi qəbul edilir. Lakin bu
fikirlə hamı razı deyil axı. Bəziləri deyir ki, xeyr, mənim üfüqümdə ay görüldükdə bu mənim üçün sabit olar. Nəinki dünyanın istənilən bir yerində. Bəzi alimlərə görə hilalın görüldüyü nöqtənin digər yerlərlə gecənin heç olmasa bir hissəsində ortaq olması şərtdir. Məşhur Hənəfilər, Həmbəllər və Malikilər üfüq birliyini şərt hesab etmirlər. Şafiyilər isə belə hesab edirlər ki, hilalın bir yerdə görünməsi yalnız ona yaxın olan bölgələrdə hilalın sabit olmasını təmin edir. 4. Astronomik hesablamaların etibarlılığı barədə fikir ayrılığı. Hilalın sübuta yetməsində mübahisəli məsələlərdən biri də astronomiya alimlərinin bu mövzudakı rəyinin nə dərəcədə etibarlı olmasıdır. Əksər imamiyyə fəqihləri astronomların sözünü hilalın sübuta yetməsi üçün etibarlı hesab etmirlər. Bəzi imamiyyə fəqihləri isə əgər astronomların dediklərindən elm hasil olarsa bu halı istisna edirlər. Bəzi müasir sünni fəqihləri hilalın sübuta yetməsi üçün astronomiya elminə etibar ediblər. Lakin məşhur Hənəfi, Maliki, Həmbəli və Şafii fəqihləri astronomik hesablamaları etibarlı saymayıblar. Bəzi fəqihlər isə astronomların fikrini yalnız hilalın görünməsini sübut etmək baxımından qəbul ediblər. 5. Zaval vaxtından əvvəl hilalın görünməsinin hökmü. Zaval nədir? Zaval günəşin göyün ortasından qərb tərəfə meyl etməsi və bir şeyin aradan qalxması və yox olmasıdır. Məşhur imamiyyə fəqihləri və onların mövqeyini dəstəkləyən rəvayətlərə əsasən, əgər hilal zaval vaxtından əvvəl görünərsə, bu gün əvvəlki ayın sonuncu günü hesab ediləcək. Lakin bəzi fəqihlər bu mövqeyin əsaslandığı hədislərə irad bildirərək hilalın əvvəlki gecəyə aid olduğunu və həmin günü yeni ayın ilk günü saymaq lazım gəldiyini hesab edirlər. Əksər Şafii, Maliki və Həmbəli fiqh alimləri, eləcə də bəzi Hənəfi fiqh alimləri hilalın zavaldan əvvəl və sonra görülməsi arasında fərq qoymayıblar və hər bir hilalı gələcək gecənin hilalı hesab ediblər. 6. Optik cihazlarla hilalın müşahidə edilməsinin hökmü. Əksər müasir fiqh alimləri optik cihazla hilalın müşahidəsini hilalın sübutu üçün əsas saymayıblar. Az sayda müasir fiqh alimi isə optik cihazla hilalın müşahidəsini hilalın sübutu üçün əsas qəbul ediblər. Bax, görürsünüz mövzu nə qədər ağır və dərindir. Bundan sonra kimsə yenə də oturub deyəcək ki, filan günü tutanlar filan kəslərdir, başqa gün tutanlar filan kəslərdir.